Bugün sizlerle birlikte sakral çakra şafalanması meditasiyası edeceğiz. Eğer bu meditasyon etmeye hazırsansa rahat bir yere geç. Otura veya əyləşə göz bandını istifadə etmeyi unutma. Başladık. Mən Nərgiz, bugün səninlə birlikdə sakral çakranın sehirli gücündən bəhs edəcəyik. Sakral çakra bizim onurğa sütunumuzdur, ikinci çakramızdır və cinsəlliyi, pulu, maddiyatı, bolluğu, hətta bəzən dişil enerjini ifadə edir bu çakramız. Çünki kök çakra vermə enerjisini, sakral çakra isə daha çox alma enerjisini ifadə edir. Sakral çakrası aktiv olan bir insan həyatdan həzz almağı bacarır, bolluq, bərəkət içində yaşayır və münasibətləri normal bir şəkildə irələtməyi bacarır. İndi isə sakral çakra meditasiyasına keçəcək. Rahat bir yerə keç, gözlərini yum, dərindən nəfəs alıb nəfəs verməyə başla. Yavaş-yavaş burundan nəfəs alırıq və ağızdan nəfəs veririk. Yavaş-yavaş nəfəs al və nəfəs ver. Nəfəs al, nəfəs ver. İlk öncə qırmızı bir enerji kök çakramızdan aktivləşməyə başlayır və yüksəlməyə başlayır. Və bizim nəfəs alış-verişlərimiz daha da sürətlənir. Özümüzü yormadan burundan nəfəs alırıq, ağızdan nəfəs veririk. Get-gedə nəfəs alış-verişlərin bədənini rahatlatmağa başlayır. Qırmızı bir enerji bədənində yüksəlməyə başladı. O yavaş-yavaş sakral çakrana doğru yüksəlir. İndi təsəvvür et ki, qarın nahiyəndə isti, narıncı bir işıq yayılmağa başlayır. Bu ışıq yavaş-yavaş genişlənir və bütün bədənini sarmağa başlayır. Bu ışıq yavaş-yavaş bədəninə yayılır. O sənə sevinç, ehtiras və axıcılıq bəxş edir. İndi təsəvvür et ki, bədəninin içindəki enerji bir çay kimi axır. Su kimi rahat və sərbəstsən. Həyat axır, bolluq axır, sevgi və yaradıcılıq sərbəst şəkildə sənin içində hərəkət edir. Yavaş-yavaş içindən təkrarlamağa başla. Mən həyatdan həzz alıram. Mən bolluq və yaradıcılıq içindəyəm. Mənim enerjim sərbəst və axıcıdır. Alma-vermə enerjim aktivdir və balanslıdır. Mən həyatdan həzz alıram. Mən bolluq və bərəkət içindəyəm. Mənim enerjim sərbəst və axıcıdır. Alma-vermə tarazlığım balanslıdır. Bu sözləri təkrarladıqca yeni bir enerjinin bədəninə yayıldığını hiss edəcəksən. İndi isə yavaş-yavaş nəfəs alış-verişlərini artır. Narıncı bir enerjinin qırmızı bir enerji ilə birləşərək bədəninə yayıldığını görəcəksən. Mən artıq bu həyata kökləndim. Almağı və verməyi bacarıram. Bolluq, bərəkət içindəyəm. Cinsel həyatım normaldır. Mənim enerjim sərbəstdir, axıcıdır. Bu sözləri təkrar edərək yavaş-yavaş nəfəs alış-verişlərini azalt. Sakral çakranı balansda saxlamaq həyatdan həzz almaq deməkdir. Yavaş-yavaş gözlərini açırsan və yavaş-yavaş bədəninə qayıdırsan. Barmaqlarını tərpət, nəfəsini dərinləşdir. Gözlərini aç. Artıq dünyadasan. Növbəti videoda solar plexus çakranı araşdıracaq.
onun güc, özgüvən, daxili işıqla necə bağlı olduğunu öyrənəcəyik. Bu videonu bəyəndinsə, like düyməsinə bas. Kanalımıza abunə ol, fikirlərini şərhlərdə paylaş. Səni növbəti videoda gözləyirəm. Sevgi ilə qal.